Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Noyabr ayının 6-sında yeni video çəkişimizə davam edirik. 10 dəqiqəlik bir video olacaq, indidən planlaşdırıram. Belə gözəl hava, belə gözəl mənzərə bir də ələ düşməz. Bugün Nəsirvaz kəndində müsbət 18 dərəcə proqnozlaşdırıblar. O qədər olmaz. Müsbət 10 dərəcə ancaq. Ola olmuyor. Hava çox günəşlidir, aydındır. Ancaq dağ kəndidir. Bir də hardan proqnozlaşdırırlar Nəsirvaz kəndini? Hidrometeoroloji stansiya yox. Elə belə buna uyğun Ərzurumdan eyniləşdirirlər ya Qarsına. Əvvəl hava məlumat bürosu var idi. Bu zirvənin biraz o tərəfində idi. Qoyun növbəsinə gələndə çox görmüşdüm. O stansiya ləğv oldu, dəmir qalıb orada. Göbələk formasında bir dəmirdən butka idi. Yəqin ki, bəzi avadanlıqlar havanın hərarətini ölçən, torpağın istiliyini ölçən, nəmli ölçən, higrometri və digər avadanlıqlar var imiş. Artıq 40-45 ildir o yoxdur. Ona görə deyirəm ki, Nəsirvazın havasını elə havadan təyin edirlər. Şam ağaçlarının 12-13 yaşı var burada olanların. Bir neçə növdür. Bəzilərin qanatları elə sıxdır ki, daxildə heç nə görünmür. Bəziləri başqa cürdür. Məsələn, bunun bir tərəfi hər tərəfdən örtülüdür, digər tərəfi biraz əsas qanatlardan ayrılıb. Ən xoşuma gələn budur. Ardı ağzına da oxşayır. Qanatları daxildəkilər hamısı bir-bir görsənir. O qədər də toxumları var ki, keçən il bəlkə 200 qrama qədər toxumlarından yığmışım. O bir il əkdim, onun 7 dənəsi çıxmışdı. Bir ildə qaldı, bir barmaq boyda oldular, üstündən bir qış, bir yay geçdi. Bir qarış oldular, qurudular. Dilim bilmədim, suyun vaxtında verdik, yoxsa torpağı fərqli olmalıydı, onu bilmədim. Deməli, çətin ərsəyə gəlirmiş. Buradakı yolkanın rəngi də fərqlidir. Başqa yeni yarpaqlı ağaçlar kimi bunlar da saralırlar. Havalar soyusun, daha da tündləşəcək rəngləri. Yarpaqların daxildən az-az tökürlər, hamısını tökmürlər. İynə yarpaqlı ağaçlardır, həmişə yaşıldılar. Torpağa da elə oturub ki, bir həşərat belə geçməyə imkan yoxdur altda. Hər tərəfdə toxumu yoxdur, əsas baş qanatlarda günəşə tərəf olan qanatlarında toxum çoxdur. Yetişir, bir cezim açmışdım, çırpdım, töküldü, sonra onları qurutduq, xəlbirdən, ələkdən geçitdik. Tərtəmizdir. Yaşları eyni olsa da, eyni vaxt əkilsələr də, bəziləri balacadır, bəziləri daha iridir. Torpaq qıraş olub. Münbit torpaq deyil, məktəb binası tikiləndə qazıntı torpağı tökülüb. Daş qaya ilə də qarışıqdır. Ona görə hansı daşa düşüb,
İnkişaf eləməyib. Hansının ki yeri yaxşı olur. Bu yolka kimi uzanma bendəni bu daha kökdür. Hamısı da düz millənir göyə tərəf. Taraz lazım deyil, şaqul lazım deyil. Düz 90 dərəcə. Məktəb binasının divarına da fikir verirəm. O necə yüksəlib göyə, bu ardışlarda. Yolkalar da o divarlara paralel. Bu biri də bayaq dedim ki, xoşum gəlir, ona oxşuyur. Biraz da yaypanıb. Amma biz ondan eynidir. Bu da qarışıqdır. Çox qar yağında qanatları nəyir? Eybəcər vəziyyətə düşməsin deyə, əgər vaxtında özümüzü çatdırdıqsa, qanatları sırpalayırıq ki, qar sökülsün. Qanatların üstündə qalıb ağırlıq eləyib, budaqları deformasiyaya məruz qoymasın. Dağda daşda, quzey yerlərdə təbii ardı ağaçları çoxdur. Son zamanlar xeyləkdə artıb. Özlərinin təbiətə yoğunlaşdırırlar. Susuzluğa da davamları var, soyuğa da. Bu yolkalar da elədir. Ancaq bunları dağa daşa tutturmaq məsələsi var. Videomuza baxıb həmişə yorum yazan adı indi yadımda deyil. Deyir ki, o dağa daşa niyə ağac əhmirlər? Dediyim kimi, əhmək asaddır. Elə yaşıllaşdırmadan da əkirlər, ancaq çoxu göyərmir, bəlkə heç göyərmir. Göyərsə də gərək onlara qulluq eləyəsən. Heç olmasa 5-10 il qayğısın çəkəsən ki, yerə kök atsın. Bu vəziyyətə çatandan sonra daha bu ağaçlara ölüm yox. Su da gəlir, sudan körluğu yoxdur, nə bağın, bağçanın. Nəsirvat çayı, Ordubad rayonunun ən sulu çayıdır. Suyu yayda biraz azalsa da heç vaxt qurumayıb. Çünki başlanğıcın Gəmiqayadan, onun ətrafındakı selovlardan, bulaqlardan, qar suyundan alır. Avqust ayında biraz azalır, sentyabr ayında yeni hava sərinləyir, balıqlar az da olsa çıxır. Təzə ağaçları ilə yanaşı bar ağaçları da var, peyvəst olunmuş almadır. Bu il də 5-6'sını gətirmişdik, keçən il daha doluydu. Ağacın olduğu ləkdə də çiyələklər əkilib. Uşaqlar hərdən axtarırlar, otu da tapdalayıblar.
Sağ olun hörmətli izləyicilər. Dediyim kimi 10 dəqiqəlik bir video olacaqdı. Deyəsən 10 dəqiqəni də geçdik. Salamat qalın, növbəti videolarda görüşək.